Və İran içində də qarşıdurma var. Yəni artıq qarşıdurma var. Qalibafla bağlı müxtəlif xəbərlər gəlib. Güya ki, Sepah bir qrupundan inciyib və İslamabada da getmədi. Yeri gəlmişkən İslamabad Pakistan hökuməti çox çalışsa da İslamabadda ikinci görüş də baş tutmadı faktiki. Abbas Araqçı elə belə uçdu, oranın təklif tələblərini verdi və Amerika da dedi biz sizlə danışan deyil. Bax bunun da əhəmiyyəti nədir? Amerika niyə danışıqlardan imtina etdi? Elə məhz buna görə ki, iqtisadi zəmində İranı boğmaq danışıqlara getməkdən daha faydalıdır. Və bunun əgər müsbət nəticələrini görsə, heç danışıqlara marağı olmayacaq Amerika Birləşmiş Ştatları. Əslində İran daha çox çalışmalıdır danışıqlara. Amma İran Sepah rejimi özünü elə aparır ki, sanki qələbə çalıb şərtləri bunlar diktə edirlər. Düzdür, bizdə də bəziləri tapılırdı, ölkəmizdə də ki, İran qalib elan etmişlər. Bax, həmin şəxslərdən mən də soruşmaq istəyərdim. Hanı qələbə, hansı qələbədən danışırdınız? Budurmu qələbə? Yəni, İraq iqtisadiyyat dağılmış vəziyyət. Nədə qələbə çaldı? Liderlərin çoxunu itirdi. Nə bilim, hərbi texnikasını bilirsə. Bir dənə qələbə onu qələmə verə bilərsiniz ki, rejim çökmədi. Nə olsun, rejim çökmədi, rejim həll eləsin də bu ciddi problemləri. Nefti satsın da, görün necə satacaq. Hörmüz boğazından necə keçirəcək bu tankerlər. Ki, İran qələbə çaldı, İran qalibdir. Türkiyədə də bunu deyənlər oldu, çox təəssüf ki. Yəni elə bir arzuları reallıq kimi qələmə vermək istəyir. Kimin ki İrana simpatiyası var, Amerikaya nifrət edir. Amerikaya nifrət edə bilərsən, İsrailə də nifrət edə bilərsən. Amma bu demək deyil ki, İran qələbə çaldı. Amerika məğlub oldu. Yəni Amerika dünyanın super dövlətidir. Amerika iqtisadi zəmində milyardlarla xərcləyə bilər müharibə, amma çap maşını Amerikada yenidən dollarlar çap eləyəcək. Yenidən hərbi texnika istehsal edəcək. Amerika mühasirədə deyil, İran mühasirədədir. Yəni, Amerika keçmiş illərdə müəyyən müharibələrdə lazımsız müharibələr apar, məğlub da olmasa, Vietnamda biabırcasına ölkəni tərk etdi. Amma bu, Amerikanın çökməsinə gətirib çıxarmadı. Amerika yenə də həminki Amerikadır. Amma İran həminki İran kimi qalacaqmı, əgər bu köhnə siyasətini davam etdirsə? Məsələ bundan ibarət.